Herkese selam dostlar. Bugün de yepyeni bir video ile gelmiş dostlar. Bugünkü videomuzda festival yani yeni ile özel gelen paketin içerisinden dostlar hansı oyuncu seçilməlidir ve bu oyuncuların oyun tərzlərinə baxacaqsınız necə oynayır ve bir oyuncu sıralamamız olacaq. Yani bir rank olacaq 7-dən birinci oyuncuya doğru. Bu mənim gözümdə olan, yəni mənim fikirləşdiyim bir sıralama olacaq. Təbii ki bu sizin kart seçmənizə təsir edə bilərmi? Məncə oyuncuların necə oynadığını görüb daha yaxşı bir fikir formalaşdıra bilərsiniz özünüzdə. Bu o demək deyil ki, mən dediyim kartı mütləq seçəsiniz, amma təbii ki siz bu kartların içərisində hansının daha yaxşı, hansının daha belə orta olduğunu görəcəksiniz və ən azı oyun planlarını da görəsiniz. Yəni necə oynayır bu oyuncular, ona uyğun da bir qərar verə bilərsiniz. Biz video keçərkən sizlər də videonu bəyənib kanalımıza da abunə olmağı unutmayın dostlar. Yavaşcadan video keçək və bu oyuncuları bir oyunda necə oynayırlar, bunları sıralayaq və maksimum səviyyələrinə baxaq dostlar. Bəli dostlar, hal-hazırda gəldik. Biz top 7 oyuncu yəni rank eləyəcəyik. 7-ci sırada Daniele Massaro'dur. Bu oyuncunun yəni biz EHUB uyğunlamasında özəlliklərinə baxırıq. Hal-hazırda gücləndiricisiz ofansif farkındalığı 93, bitiricilik 93, hızlanma 92'dir və sıramada 90 dəyərindəki bu özəllikləri bu şəkildədir və çox adamın aldığı məncə bir menejer olaraq Gattusonu seçmişəm. İkinci bir gücləndirici isə biz buradan təbii ki striker instinkt verəcək, yəni hücumçu golcu içgüdüsü gedir. Bununla da 103 səviyyə qədər çıxır və biz bu oyuncunun oyunda gameplayinə də təbii ki baxacağıq dostlar. Burada biz Massaro'nun gameplayinə, yəni oyununa gedək və oyunda da bu Massaro'nun necə oynadığını görək dostlar. İlk oyuncumuz təbii ki də Daniele Massaro'dur. Massaro'nu 7-ci sıraya qoydum dostlar. Mənim gözümdə Massaro o qədər də güclü bir hücumçu deyil. Sağ ayağını çox güclü işlədə bilən bir oyuncudur. Yəni ofansif farkındalığı çox yaxşı olan bir oyuncudur, amma yəni digər kartlar qədər güclü bir təsir bağışlamır dostlar. Yenə də bir hücumçuda zəifliyiniz varsa və yaxud da ki belə deyək, ücretsizdən çıxartmışsınızsa heyətinizdə oynayar dostlar. Amma bu mənim sıralamamda dostlar sadəcə 7-ci yerdə özünə yer ala biləcək bir oyuncudur dostlar. Bəli dostlar, hal-hazırda gəldik mənim sıralamamda 6-cı yeri tutan Albert Ferrerə. Biz burada Albert Ferrer'in güclərini görürük. Gördüyünüz kimi sadə bu şəkildədir. Duelləsi də təbii ki 103'ə qədər çıxır. Bir dənə buradan biz buna defans versək görək nə olacaq. 104'ə qədər çıxan bir oyuncu oldu dostlar. Amma boyu çox balacadır. Mən buna görə Albert Ferrer'i sadəcə 6-cı yerdə yer verməyi üstün tutdum və bu oyuncunu mən çox vaxt əgər özümdə olmuşdusa da o da ikon kartıydı. Sağ bek şəklində istifadə edirdim. Sağ bek şəklində çox yaxşı olurdu. Amma heç vaxt stoperdə istifadə etmərəm dostlar. Bu oyuncunun da gameplayinə baxaq. Bu oyuncu əsasən dostlar kaymada çox qəşəngdir. Çünki boyu balacadır və oyuncuları asan şəkildə durdura bilir və stoper gücü çox yüksək olduğuna görə bir çox oyuncunun kabusudur deyə bilərəm. Amma bununla belə mən Albert Ferrer'i yəni üst zirvələri qoya bilməzdim. Yəni bu mənim şəxsi fikrimdir. Buna görə 6-cı yerdə Ferrer'də özünə yer tapdı dostlar. Ya da dostlar, hal-hazırda gəldik Xabi Alonso'ya. Xabi Alonso mənim fikrimdə 5-ci yerdədir. Buna əsas səbəb deyəcəksiniz ki, yəni bu adam 5-ci yerdə ola bilməzdi. Amma dostlar, oyunda oyun yəni stilini gördüyünüz zaman siz də bunu fikirləşəcəksiniz. Əslində ara sıra 4-ə və yaxud da ki 4-cü yeri fikirləşirdim, amma məncə 4-cü yer qədər yaxşı deyil. Çünki düzdür, defansif olaraq yaxşıdır, amma orkestra şefidir. Yəni paslarda önə çıxan bir oyuncudur. Defansa elə güclü bir yardım toxundura bilmir. Buna da biz buradan
dualla versək, yəni 104 səviyyəyə qədər çıxa bilən bir kartdır. Hal-hazırda biz keçək Xabi Alonsonun da bir oyununa baxaq ki, oyunda bu da necə oynayır dostlar. Bəli dostlar, Xabinin statı, pası, hər şeyi çox qəşəng olan bir oyunçudur. Yəni bir pas dahisidir. Təbii ki, amma Pirlo deyil dostlar. Bu kartı Pirlo ilə qarışdırıb, yəni Pirlo kimi pas atacaq deyə ala bilərsiniz, amma Pirlo qədər pasta başarılı deyil. Çünki hər oyunçunun özünün gücü var və Xabi Alonso da pasta Pirlo kimi deyil, amma bir Pirlo alternatividir dostlar. Yəni Xabi Alonso çox güclü paslar ata bilir. Təbii ki, bununla yanaşı defansı da yaxşıdır, amma bir o qədər də güclü deyil. Təbii ki, Gattuso kimi ya Vieira kimi bir partladıcı oyuna sahib deyil dostlar. Bəli dostlar, 4-cü yerdə, yəni hətta mənim 3-cü yerə qoymaq istədiyim bir oyunçudur və bu Stefano Fiori'dir. Təbii ki, niyə görə deyəcəksiniz ki, bu Xabidən daha yaxşı yerə qoymusan? Bunun səbəbi iki ayağını da işlədə bilməkdir dostlar. Stefano Fiori çift ayaqlı bir oyunçudur. Yəni bir Platini əvəzi bir oyunçudur. Çox güclü oynayır. Yəni oyunda da hal-hazırda görəcəksiniz. 102 səviyyəyə qədər çıxır. Yəni təbii ki, Gattuso'nu seçirəm mən. Siz buradan top daşımaya versəz, yəni 103 səviyyəyə qədər çıxa biləcək. Digər təbii ki, şeylərdə də çıxa bilər, amma top daşımada beceriləri də bu şəkildədir. Olduqca çox belə deyək, qəşəng becerilərə sahibdir və istəsəz yəni onun bitiriciliyini də artıra bilərsiniz, hızından da azalda bilərsiniz, pasına da verə bilərsiniz. Bir Platini əvəzidir, amma təbii ki, Platini deyil bu da. Onun da oyununa keçək, gameplayinə baxaq ki, görək bu oyuncu da oyunda necə oynayır dostlar. Bəli dostlar, Stefano Fiori. Fiori niyə görə çox özəl bir oyuncudur? Hər iki ayağını işlədə bilən, yəni fikirləşin ki, Ronaldo'dur, nə bilim, nəysə dostlar, o qədər də abartmayaq, amma Fiori bir belə deyək, oyuncudan çox daha fazlasıdır, yəni çox daha artığıdır. Fiori iki ayağını işlətməklə Platini ilə eyni demək olar ki, işi görür, çünki Platininin də əsas özəlliyi həm iki ayağı ilə pas ata bilmə, həm şut çəkə bilmədir. Stefano Fiori də bu cəhətdən demək olar ki, eynidir. Bir də kontrataklarda və driblinglərdə Stefano Fiori çox üstə çıxan bir oyuncudur dostlar. Bunu da unutmamaq lazımdır ki, Fiori'nin oyun tərzi olduqca yaxşıdır dostlar və bu cəhətdən Fiori 4-cü sırada yer alır dostlar. Listemizin 3-cü sırasına gəldik. Top 3-ə girdik. 3-cü sırada Oliver Kancıq dayanır. Oliver Kancıq 3-cü sıranı yer ala biləcək bir qapçıdır. Düzdür, nə qədər ostura hərəkətlər eləsə də Oliver Kancıq demək olar ki, bu paketdə 3-cü sıraya layiq görülə biləcək bir kartdır. 104 səviyyəyə qədər çıxır və biz ona buradan bir dənə qapçı gücü versək, saving 104 səviyyədə də elə qalır dostlar. Təbii ki, 105-ə çıxdığı halını görməmişəm. Əgər görsəm sizlərlə paylaşaram və biz Oliver Kahn'ın da gameplayinə keçək dostlar. Onun da oyunda necə oynadığına baxaq. Təbii ki dostlar, Oliver Kahn'a gəldik. Oliver Kahn'ın buraxdığı çox sadə qollar da olur. Təbii ki, tutduğu çox sadə qollar da olur. Biz əsasən Oliver Kahn'ı bu oyunda həm tutduğu topları, həm də buraxdığı topları görəcəyik. Çünki Oliver, yəni qapıçılar əsasən belə olur. Qapıçılar bir gün yaxşı oynayır, bir gün pis oynayır. Yəni qapıçının işini bilmək olmur. Təbii ki, Pantera ləqəbli qapıçılar da var. Peter Cech məsəl üçün Oliver Kahn'dan daha yaxşı bir qapıçıdır. Düzdür, amma Oliver Kahn da özünə görə pis bir qapıçı deyil dostlar. Həm də qapıçı əziyyətindən belə deyək, bıkanlar, əgər Oliver Kahn'ı o vaxt çıxarda bilməyənlər, almayanlar bu kartı yəni ala bilərlər. Bu da pis bir kart deyil dostlar. Təbii ki, hər oyunçunun güclü tərəfi olduğu kimi zəif tərəfləri də olur. Plus Oliver Kahn mən baxdım 105 səviyyə çıxan halını tapa bilmədim. Əgər siz tapsaz
bölüşərsiz açıqlamalarda, yəni rəylərdə dostlarımız da bu kartın bu özəlliyini işlədə bilərlər ki, dostlar. Onlar da yəqin ki sizə minnətdar olarlar buna görə. Amma mən 105 səviyyə olduğunu görmədim dostlar. Oliver Kahn gördüyünüz kimi oyunu pis deyil, sadəcə bəzən yaxşı olur, bəzən çox pis olur. Bu da artıq kartın özündən və gəldiyi durumdan asılı olan bir şeylərdir dostlar. Bəli dostlar, zirvəmizin ikinci sırasında Javier Zanettini qoydum dostlar. Zanetti təbii ki mənə görə çox yaxşı bir kartdır. Çünki Zanetti göbəkdə, defansivdə, sağ bek, sol bek, sağ kanat, sonra güc versə sol kanat, güc versə stoperdə oynaya biləcək bir oyuncudur dostlar. Joker bir oyuncudur. Amma bu kartı təbii ki çox adam bilir, çox adam seçəcək və bu kart təbii ki nerf yeyəcək. Ona baxmayaraq, yəni mən nerfin nəzərə almayaraq heç qoyuram. Mənə görə Javier Zanetti 103 səviyyəsində olmağına baxmayaraq onun yerində oynaya biləcək çox oyuncu var. Otto var, Belletti var. Yəni bir çox oyuncu elə Zanetti ilə demək olar ki, başda püştü bərabər bir şeydir. Zanettiyə də biz buradan təbii ki məncə defansif versək, təbii ki nə tapa bilsəm, defensif versək elə 103 səviyyədə qalır. Defansifdən əlavə biz ona blok, balans verdiyimizdə 104 səviyyəyə qədər çıxır. 104 səviyyəyə qədər çıxmağına baxmayaraq mən Zanettini ikinci sıraya qoyuram. Bilmirəm sizlərin bəlkə də fikri dəyişəcək, amma alınması gərəkən ilk 3 oyuncunun içərisində təbii ki də Zanettidə mütləq şəkildə var ki, əgər boşluğunuz varsa müdafiədə Zanettini mütləq alın. Bu kartı qaçırmayın deyirəm dostlar. Oyuna çeşidlik qatmaq cəhətdən Zanetti çox yaxşı bir kartdır. Yəni orta açmaları da çox qəşəngdir. Amma təbii ki orta aça bilən çox oyuncu var. Yəni Zanetti onlardan biridir deyə bilərik. Sadəcə Zanettinin üstünlüyü yoxdur ki, Zanetti həm müdafiə tərəfdə, həm hücum tərəfdə, həm defansif tərəfdə, həm göbək tərəfdə oynaya bilən bir oyuncudur. Buna görə Zanetti yəni joker bir kart sayılır. Yoxsa Zanettinin də altı üstü bir pox yediyi yoxdur. Yəni normal bir kartdır ki, bu crossları zaten Alexander Arnold, Otto bu kimi oyuncular yəni aça bilir bu ortaları. Yəni başqa orta açan Savinho'nuz varsa Savinho belə aça bilir. O cəhətdən bir problem yoxdur dostlar. Sadəcə üstünlüyü Zanettinin belə deyək çox yönlü oyuncu olmağıdır. Bəli dostlar, hal-hazırda gəldik zirvədə, yəni birinci sırada olan oyuncuya. Bu mənim sıralamamda sonuncu, yəni top belə deyək 7-nin içərisində birinci sıraya gəldik ki, Filippo Inzaghi'dir dostlar. Inzaghi 103 səviyyəyə qədər çıxa bilən bir oyuncudur və ofansif farkındalığı 100 olan bir oyuncudur. Inzaghi ümumiyyətlə hücumda çox etkili bir oyuncudur. Əgər hücumda bir boşluğunuz varsa, Inzaghi'ni qaçırtmayın deyirəm. Çünki bir də əlinizə yəni belə bir oyuncu düşməyə bilər. Eto kimi yəni sürətlidir, amma Eto qədər bitirici bir oyuncu deyil. Yəni çox hızlı sürətlidir, amma tez sürətlənməsinə çata bilən bir oyuncudur. Mənim birinci sıramda da Filippo Inzaghi'dir və hal-hazırda biz Filippo Inzaghi'nin də oyununa keçək.
Değerli dostlar, gün sonunda biz artıq bir rank sıralaması da etdik. Bu rank sıralamasında mən ən yaxşıdan ən pisə doğru və yaxud da ki, ən pisdən ən yaxşıya doğru deyə bilərsiniz. Oyuncuları düzdüm. Yəni alınarmı? Inzaghi, Zanetti, Kan, belə deyək, Fiori. Yəni bu oyuncular ən yaxşılardır demək olar ki, bu paketin içərisində. Xabi Alonso da orta səviyyələrdədir, hardasa alınar. Amma digər oyuncular o qədər də güclü deyil dostlar. Yəni almağınız o qədər də məsləhət deyil. Mənim sadəcə məsləhətlərim bunlar ola bilər. Təbii ki, oyuncunu seçmək artıq sizin öz seçiminizdir. Buna qarışa bilmərəm. Mən sadəcə sizə kiçik bir ipucular verə bilərəm ki, yəni oyuncuların oyunlarını göstərdim. O oyunlara baxaraq siz bu oyuncunun necə oynadığını və necə oyunda hərəkət etdiyini görə bilərsiniz. Bununla da videomuzu yekunlaşdırırıq. Ümid edirəm ki, bu video sizlər üçün çox yararlı oldu. Bilmirəm, bəlkə də axıra qədər izləməyəcəksiniz, amma mən sizlərin hamınızı sevirəm. Sağ olun, salamat qalın dostlar. Növbəti videoda görüşərik.